Salam aleyküm xanımlar, kanalıma xoş gəlmişsiniz. Yeni məhsullarımız gəlib, yeni geyimlərimiz gəlib. Hamısını çıxartıb tökmüşəm ortalığa ki, bir baxım eləyim. Burada hələ özüm bilmirəm nədirsə. Hicablarımız, bir torba, iki torbada geyimlərimiz də hamısı qəşəng yay mallarıdır. Hər dəfə gəlirsiniz deyirsiniz ki, yay malları, geyimləri gəlib ya yox. Bir-birindən qəşəng, gözəl abayalar, donlar, yubka, tunikalar. Baxırsınız. Abayalar, prosto bunları indi hamısını veşilkaya sərməliyəm, tüləməliyəm, qiymətləri yapışdırmalıyam. Baxız bu abayadır, belə qaşlı, sinisi var, qarası var. Sonra belə yubqadır, üstündən də ki tunikalar, məsəl üçün budur deyəsən. Bunun üstünə bunu gedən, sonra belə bir fərqli modellər var, çox gözəl abayalar var, materialı belə super materialı var. Bir bu da onun orada tərifləyirəm bu videoda. Belə bir bu da o materialdadır. Belə çox belə əsl yaymalıdır da, yəni. Bunun da həmçinin bu geyim də tunikalıdır. Yubqasıdır, podkotkası ilə bir yerdə. Bu da həmçinin və üstündən tunikasıdır. Tunika deyəsən budur və üstündən şal da var. Şal da var. Şarf da yəni. Baxınız, bu da bunun şarfıdır. Mavi belə parçadır. Çiçəklərdən, bu isə ağ üstündə çiçəklərdən. Yəni belə bir abayalar, belə bir kətan parçadan, bu nədir Allah bilir. Sonra belə bir şalvarlı abayalar var. Cürbəcür, yəni belə bir sadə, belə gündəlik ürəkli, belə ağ ürəkli də var, belə qırmızı ürəkli də var. Baxız belə. İndi bunları hamısını qəşəngcə veşilkalıyım, qiymətləri yapışdırım, ütülüyüm. Bu qədər geyimləri adam qabağına çıxardılası vəziyyətə salım. Ondan sonra göstərərəm sizə inşallah. Axır ki ütülüyüb bitirdim. Düzdür, tam belə dərindən də ütüləyə bilmədim. Hamısı təzələri hələ ki burada saxlamışam ki sizə göstərim, ondan sonra paylayayım. Saat 11-in yarısıdır. Mən hələ də çıxmamışam. Düzdür, mən bunları sabah da eləyə bilərdim. Yavaş-yavaş sadəcə olaraq müştərilər gələndə ondan danış, bundan danış, onu yalasal, bunu yalasal eləyənə kimi bütöv qarışır, hər yer pis gündə olur. Mən də ürəyim sıxılır. Səliqəsiz olanda hər yer. O baxımdan dedim bugün bitirim eləyim. İndi də yoldaşımız zəng elədi ki, gəlir deyə hazırlaşım. Da ona görə tam axıra kimi çatdıra bilməm. Bunları ütüləmədim. Düzdür, o qədər də bunlara ehtiyac yoxdur ütüyə. Nəysə, indi sizə göstərim. Bir də nə deyəcəkdim, YouTube-da məsəl üçün izləyəndə siz ilk siz görəcəksiniz bu geyimləri. Sonra yavaş-yavaş paylaşacağım. Hələ ki belə veşilkada göstərəcəm. Ondan sonra hər gün bir geyim, bunları sadəcə olaraq geyinib reklam eləmək lazımdır. İndi bilmirəm bunları mən geyinəcəm yoxsa o bir qız geyinəcək. Mən belə rənglər geyinmirəm. Niqabla da uyğun gəlməz belə bir geyimlər. Yəni rəng baxımından belə çəhrayı zat olsaydı, mavi olsaydı beləcə yaxşı görünərdi, yoxsa qara ilə bu rənglər qəşəng görünməz. İndi bir göstərim sizə. Nədən başlayayım birinci? Bu dəstən. Bu ətəkdir beləcə. A kəsim ətək deyirlər də buna. Baxız, altdan belə bir podkotkası da var. Yəni düzdür, üstündəki tunika uzundur, o birdən də kimsə tək geyimimizə, yəni belə də geyinmək olur da bunu. Onu göstərmək istəyirəm sizə. Yəni bu tunika iləndir. Belənçi qolları belədir. Şəkillərini tapsam paylaşaram, onu da qoyaram. Belənçi razrezlər var hər iki tərəfdən. Yəni çox yuxarıda deyil, aşağıdadır və belə bir hicabı da var üstündə. Baş örtüsü də, yəni bağlamaq kim istəsə bağlayar, kim istəsə belə bu rəng, sırf bu rəngdə olan hicabı da taxa bilər. Yəni belə.
Bunun iki rəngi var. Bir o bordovu, bir də ki belə mavi. Necə göstərim ki? Belə çox qəşəng görünməlidir əslində. Əsl yaymalıdır. Mədinə ipəyidir materialı. Bu isə bilmirəm. Belə bir iki dənə don var. Sadəcə bunların hicablarda olmalıydı. Nəsə gəlib çıxmayıb, sonra onları götürərik inşallah. Belə bir donlardır. İki rəngi var. Qolları belədir. Arxadan da belə büzmələrdir. Belə düyməsi də var. Qabaqdan da büzmədir. Çox uzun belə qəşəng. Boş, sərin modeldir. O rəngi də var. Bir də qırmızı ürəkli də var beləncə. Sonra abayalar var. İçilik donundan belə çox qəşəng belə yumuşaq içilik donu var. Parçasına baxırız. Bilinirsə bilmirəm. İçilik dondur. Üzərində də belə göydür da. Bu tünd göydür. Bu biraz açıq göydür. Bu isə tünd göydür. Bu qaşlarına uyğun gəlir daha çox. Belə abayadır. İkisi bir yerdə satılır yəni. Bunun bu rəngi var. Bir də zilqara. Belə, beləncə. Qolları belədir. Çox qəşəng abayadır. Sonra belə bir abaya da var, amma bu təkdir. Risunkası belədir. Qara içilik sadə donla alsaz. Düzdür, belə bura işıq düşür, lap şey kimi görünür. Çox nazik görünür. Amma düzdür, bu tək geyinilən bir şey deyil də. Belə. Risunkası çox qəşəngdir. Bunları sonra videolarını paylaşacağım. Bir belə rəngi var. Bir də belə. Bu da çox qəşəng materialı var bunun. Keyfiyyətlidir. Belə bir risunka ilə abayadır. Və belə bir donlar var. Bunun da 3 rəngi var. Bunun da əslində hicab olmalıydı. Onları da göndərməyiblər. Gətirəcəyik inşallah. Arxadan belədir. Qabaqdan belə düzdür. Uzundur. Qolları belədir. Bunun da 3 rəngi var. Bir bu. Bir bu. Bir də ki bu. Və çox gözəl bir don var. Materialı çox keyfiyyətlidir. Bunu mən uzaqdan belə göstərim sizə. Qollarına baxız. Belədir. Bu da ki belə üstünə, əlin üstünə çox zərif görsənir. Bir də belə bir üzərində setka var. Belə qaşlı setkadır. Bu ayrıcadır. Bunu istəsəz çıxarda da bilərsiniz, taxa da bilərsiniz. Amma bu belə qeyri-adi görünüş verir buna. Parçası çox qəşəngdir. Materialı. Əyində məncə çox qəşəng qalmalıdır. Şəkilləri, videolarını tapsam qoyaram. Belə bir dəsti. Bu da yubka. Baxız, qalındır əslində, qalın kətandır. Qalın deyəndə ki, yəni ki, o belə lap belə tül kimi olan kətanlardan deyil də, iç göstərən. No, yenə də ki, altda belə neçə patqaltkası var. Bu da üst geyimidir. Bu belə bir xalat tipli belə bir abaya tipli üst geyimdir. Qolları belədir, enli. Çox da enli deyil, normal. Buradan içərdən də bağlamağa bir yeri var. Buradan da belə. Bunun da 2 rəngi var. Bir mavi, bir də çəhrayı. Çox gözəl yay rənglərdir. Sonra belə bir abayalı, şalvarlı dəstimiz var. Uzun, qolları, amma bunun rezinkadadır, beləncə. Rezinkadadır və belə bir iplə bağlanır. Bu da çox gözəl olmalıdır. Bu hissəsi də belə razrezi var beləncinə. Qıraqlarda hər iki tərəfində. Enli də şalvarı var, şalvarında da belə cibləri var. Bunun bir belə rəngi var. Bir də adnatonlu belənci rəngi var. Belə. Bu da şalvarı ciblidir. Bu da belə. Eyni modellərdir, sadəcə olaraq parçaları fərqlidir. Bu da kətandır, o da kətandır. O risunkalı kətandır, bu isə belə. Tək rənglər. Bunlar da ki, bunları göstərdim. Bunlar da eyni buradakilərdəndir. Yəni belə bir modellərdə hamısı çox qəşəngdir, çox xoşum gəldi. Sadəcə olaraq bir dənə o yaxşı olmadı ki, hicabları, kasınkaları, şarfları mı deyim, nəyi mi deyim, axır ki, baş örtüsü yoxdur. Onlar da gəlsəydi, lap əla olardı. Yəni belə. Yəni YouTube'dan bunları izləyə bilirsiniz. Təzə mal gələn kimi paylaşıram. Amma Instagram, TikTok'da
hər gün bir video paylaşıram da. Burada da paylaşıram, yəni ki, geyinib üzərimdə göstərirəm. Amma belə isə bütöv veşilkada olanları belə göstərirəm. Yəni gəlib geyinib baxa bilərsiniz inşallah. Sağ olun, salamat qalın. Bir də xanımlar təzə maldı gəldi. Soruşmuyorsunuz çünki hər dəfə təzə mal gətiririk, təzə geyimlər gətiririk. Sadəcə olaraq paylayanda uca görünmür gözə. Məsəl üçün indi mən bunları sərəcəm hərəsini bir tərəfə. Yəni də heç bilmirəm hara sərəcəmsə. Yəni itir o aralarda. Böyle baxanda məsəl üçün bunların hər rəngindən 2, 2, 3, 3, 4, 4 var. Onları məsəl üçün qoymuşuq hələ ki qırağa, bunlar satılsın, ondan sonra onları çıxardarıq deyə söyləyərik deyə. Yəni belə az da deyil. Düzdür, bundan çox gətirdiklərimiz də olur. Nə boyda mal gətiririk, paltar gətiririk. Səpələyəndə heç nə gözə görünmür. Həm bəziləri satılır gedir. İndi biraz sezona uyğun olmayanları məsəl üçün aradan çıxartmaq lazımdır. Ya endirmə qoymalıyıq, ya qattalamalıyıq. Sadəcə olaraq indi onların yerinə də nəsə başqa bir şey qoymaq lazımdır. Hələ ki burada qalıblar. Sabah sonra bunları fikirləşəcəm, hara asım, hara eləyim deyə. Hələ ki burada qalsınlar. Yəni bunlar endirimli mallar deyil. Burada düzdür, bizdə endirimli mallar var. Onlar yəni təzə mallardır deyə hələ ki burada da sabah yerləşdirəcəm. Qaydasına salacağım. Hələ bir torba hicablar da var. Onlara da qiymət qoymaq lazımdır. Yerbəyər eləmək lazımdır. O başqa historiyadır. Həmsə mağazanın qaydaya salım. Paretkaya salım, gedim artıq. İndi sağlaşsam olar. Sağ olun, salamat qalın.